Salam, axşamınız xeyir olsun. Bugünkü mövzumuz olacaq təcil, düz xəttli, bərabər təcilli hərəkət. Biz əvvəlki mövzumuzdan, yəni düz xəttli, bərabər sürətli hərəkət mövzusunda keçəndə dedik ki, nədir düz xəttli, bərabər sürətli hərəkət? Yəni cismin həm qiyməti, həm də istiqaməti sabit olan kəmiyyətə deyirlər sürət. V hərfi ilə işarə olunurdu. Üzərində vektor işarəsi var idi. Bu vektor işarəsi onu göstərir ki, cismin həm istiqaməti, həm də ədədi qiyməti sabitdir. Yəni, düz xətt boyunca istənilən bərabər zaman fasiləsində eyni yer dəyişmə icra edən cismin hərəkətinə deyirdik düz xəttli, bərabər sürətli hərəkət. Və düz xəttli, bərabər sürətli hərəkəti keçəndə biz orada dedik ki, təcil və əvəzləyici qüvvə sıfıra bərabərdir. Yəni, təcil və əvəzləyici qüvvə sıfıra bərabərdir. Hər ikisini də baxın, vektor şəklində yazıram, üzərində vektor. Çünki istiqamət bildirir. Amma təcilli hərəkətdə adından da məlumdur ki, təcil var. Yaxşı, təcil necə yaranır? Məsələn, düz xəttli, bərabər sürətli hərəkətdə dedik ki, məsələn, trayektoriyası düz xəttdə olan, məsələn, bir avtomobil düz xətt boyunca hərəkət edir. Sürəti tutaq ki, 100 metr bölünsün saniyədir. Bu, düz xətt boyunca hərəkət edərək, məsələn, A məntəqəsindən B məntəqəsinə doğru eyni sürətlə gedir. Məsələn, bax, burada A-dan B-yə tutaq ki, 100 metr bölünsün saniyə sürətlə hərəkətini davam elətdirir və o nə 100-dən aşağı düşmür, nə də 100-dən yuxarı qalxmır. Buna görə deyirik ki, bax, görürsünüz, həm də istiqaməti də sabitdir. Yəni, istiqaməti dəyişmədən A-dan B-yə doğru hərəkət edir. Biz buna görə deyirik ki, bunun hərəkəti düz xəttli, bərabər sürətli hərəkətdir və təcil sıfıra bərabərdir. Amma əgər avtomobil, yenə deyirəm, düz xətt boyunca hərəkət edir, amma sürəti məsələn gedir, yarı yolda tutaq ki, burada cismin sürəti düşür məsələn 90-a. B məntəqəsinə çatmamış tutaq ki, 110-a qaldırır. Yəni, sürəti artır və azalır. Əgər cismin sürəti artıb azalırsa, bu zaman orada təcil var, təcil yaranır. Yəni, artıq biz buna düz xəttli, bərabər sürətli hərəkət deyə bilmərik. Biz buna deyirik düz xəttli, bərabər təcilli hərəkət. Həm də belə bir deyim var ki, deyirik ki, dəyişən sürətli. Yəni, sürət dəyişdiyinə görə ona düz xəttli, bərabər təcilli hərəkət deyirik. Deməli, cismin istənilən bərabər zaman fasiləsində öz sürətini eyni qədər dəyişərsə, belə hərəkətə bərabər təcilli hərəkət deyilir. Bərabər təcilli hərəkətdə sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbətinə isə təcil deyilir. Təcil A hərfi ilə işarə olunur, bilirik. Nə dedik? Dedik ki, sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbəti V minus V0 bölünsün T. Yenə vektor şəklindədir. Burada V son sürətdir. V0 isə başlanğıc sürətdir. Sürət. T isə zamandır. Tamamdır. Deməli, təcil nə oldu? Sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbəti. Bax, burada göstərmişdik. Tutaq ki, bax, əvvəl 100-dən başlayıb. Düzdür, bu cisim 100-dən başlayıb. Ortada 90 olur, 80 olur, nə bilim 120 olur, hər nə olur. B məntəqəsinə çatanda bunun son sürəti olur. Bax, buraya yazıram V0 başlanğıc sürət. B məntəqəsinə çatanda bu cismin sürəti olur, son sürəti. B bərabərdir 110-a. Sürət dəyişməsi o zaman nə olur? 110, 110-dan çıxırıq 100-ü, bölünsün. Məsələn, tutaq ki, 5 saniyə gedir. Məsəl üçün deyirik. 5 saniyə deməyək də, yaxşı olsun 5 saniyə. Fərqi yoxdur. Biraz vaxtımız, zamanımız az oldu. Aha, deməli, belə 10 bölünsün 5-dən, elədir 2 metr bölünsün saniyənin kvadratına. Təcilin belə deyim, vahidi bax budur. Düsturdan alınırıq. A bərabərdir. Bunun dəyişmə deyəndə önünə delta işarəsi yazırıq da, bunu bilirik.
Delta dəyişmə deməkdir. Bunu yaza bilərikmi? Delta V bölünsün T-yə bərabər olsun. Sürətimizin vahidi nə idi? Metr bölünsün saniyə. Zaman vahidi də saniyədir. Bu kəsir-kəsirə böləndə olur. Metr bölünsün saniyənin kvadratına. Deməli, təcilin ifadəsi olur. Belə deyim, vahidi olur. Metr bölünsün saniyənin kvadratına. Buradan təkrar yazıram. Deməli, A-nın vahidi olur 1 metr bölünsün saniyənin kvadratına. Bax, bu şəkildədir. Niyə silindi bilmirəm. Metr bölünsün saniyənin kvadratına. Aha, təcil aksilometr adlanan cihazla ölçülür. Və yaxud da belə bir tərifində deyə bilərik. Bu düsturdan ki, vahid zamanda sürət dəyişməsinə bərabərdir. Yəni, A bərabərdir. T vurulsun delta V. Vahid zaman deyəndə nədir? Yəni, zaman 1 saniyə olanda, zaman yerinə 1 yazanda A nəyə bərabər olur? Delta V-yə bərabər olmurmu? A olur delta V-yə. Yəni, vahid zamandakı sürət dəyişməsinə bərabər olan vektorial fiziki cəmiyyətdir. İstiqamət olduğuna görə biz onu vektor şəklində yazırıq. Biz bu ifadələrdən ala bilərik nəyi? Deməli, bax, A bərabərdir. Deməli, məsələn, bir ox götürsək, tutaq ki, OX oxu götürək, yəni OX oxunu götürək, hərəkət istiqamətini. O zaman biz OX oxu yazırıqsa, deməli, burada artıq vektor yazmırıq. Çünki bizə deyirik ki, vektor istiqamət bildirir. Burada bizə zaten deyirik ki, o X oxu istiqamətində. Yəni, artıq istiqamətimiz məlumdur. Ona görə cəmiyyətlərin ayaq hissəsində, yəni indeksində X yazırıq. VAX bərabər olsun. VX çıxılsın. V0 X-ə bölünsün T-yə. Yenə deyirəm, əgər üzərində vektor varsa, bu istiqamət bildirir. Əgər X varsa, deməli bu X oxu üzrə proyeksiyanı bildirir. Və yaxud da Y oxu üzrə də ola bilər. Y oxu üzrə də olanda bu şəkildə yazılır. AY bərabərdir. VY minus V0Y bölünsün T-yə. Yəni, bu artıq bizə istiqamət bildirir. Biz buradan cismin məsələn son sürətini də tapa bilərik. Başlanğıc sürətini də tapa bilərik. Necə taparıq? AX vurulsun T-yə bərabər olur Vx minus V0 X-ə. Buradan Vx-i tapanda nə olur? Vx bərabər olur. V0 X-i keçirdirik sol tərəfə. Olur AXT. Üzərinə gəlirik V0 X-ə. Onu da biraz sadələşdirsək olar. V0 X üstə gələk AX vurulsun T-yə. Deməli olur Vx bərabərdir V0 X üzərinə gəlirik AX vurulsun T-yə. Yəni burada Vx deməli istənilən zaman anındakı ani sürətdir. V0 cismin başlanğıc sürətidir. Bax, yazıram, buranı silim. Deməli, V'miz V0x başlanğıc sürətdir. Vx ani sürətdir. İstənilən t anındakı sürətidir. Yəni, belə yazım, istənilən t anındakı sürətidir. Bax, bu ifadə nə deməkdir? Məsələn, bizə bir tənlik verə bilər. Tutaq ki, yazar ki, Vx bərabərdir, tutaq ki, 4 üstə gələk 6t-yə. Bax, bu ifadədən bizə desə ki, təcili tapın. Bax, bu ifadədən biz artıq görürük ki, baxın, t-nin qarşısındakı, nədir t-nin qarşısındakı? Bir də işarəliyim. Bax, t-nin qarşısı bura deyilmi? T bura. T-nin qarşısındakı 6, bax, buradakı AXT, buradakı AX-dir. Deməli, təcilimiz buradan olur 6. Deməli, A bərabər olur 6-ya. Yaxşı, başlanğıc sürəti desəydi, V0x bərabər olur
4-dür. Başlanğıc sürəti də tapdıq və təcili də tapdıq ki, 6-dır. Və yaxud da təcil sürətin birinci tərtib törəməsidir. Əgər törəmə keçməmişiksə bu üsuldan gedirik. Yox, əgər törəmə keçmişiksə və yaxud da törəmə ilə işləməyi bacarırıqsa, o zaman deməli yazıram təcil V-nin zamana görə törəməsidir. Bərabərdir. Necə idi ifadəmiz? Bir dəqiqə. Ona baxın. Neysə, uzun gedir. Aha, deməli, ifadəmiz necə idi? Vx bərabərdir. Deməli, V0 üzərinə gəlir AX-dir. Buradan da Vx bərabər idi. Nəyə? 4 üzərinə gəlirik 6t-yə. Deməz, bizim tənliyimiz bu şəkildə. İndi bax, bundan törəm alanda, uşaqlar, bir də onu qeyd edim ki, sizə, yəni nəzərinizə çatdırım ki, mən arada səsi bağlayıram. Sonra səsi açandan sonra ola bilər ki, dediklərim üst-üstə düşməz. Məni üzrlü hesab edin. Çünki uşaqlar bəzən qapını açırlar, söz deməyə gəlirlər, ona görə məcbur olurum bağlamağa. Deməli, biz dedik ki, təcil sürətin zamana görə baxın, üzərində 1 yazıram. Yəni, birinci tərtib törəməsidir. Sürətin ifadəsi nədir? 4 üzərinə gəlirik 6t. Bunun törəməsi bərabərdir. Ayrı-ayrılıqda bunun törəməsini tapaq. 4-ün törəməsi üzərinə gəlirik 6t-nin törəməsi bərabərdir. Baxın, 4 sabitdir. Qarşısında əgər yanında bir hərf yoxdursa, deməli o sabitdir. Sabitin törəməsi 0 verir. Üzərinə gəlirik 6t-nin törəməsi də eləyir 6. O da bərabərdir 6. Deməli, buradan da törəməni alanda görürük. Təcilimiz 6-ya bərabərdir. Yəni, A bərabərdir 6. Bax, bu şəkildə də yaza bilərsiniz. Yaxşı, indi cisim başlanğıc sürətlə hərəkətə başladığı anda biz onun təcilini tapdıq. Yaxşı, əgər cisim sükunət halından hərəkətə başlayıbsa, o zaman təcilimizi necə taparıq, sürətimizi necə taparıq? Gəlin ona nəzər salaq. Öncə buranı bir pozum. Pozdum. Öncə ifadəmizi yazaq yenə. Yazırıq. AX bərabərdir. V0x üzərinə belə. Yazırıq. Vx bərabərdir. V0x üzərinə gəlirik. AX vurulsun t. Bu bizim ifadəmizdir. Baxın, indi əgər cisim sükunət halından hərəkətə başlayırsa, sükunət halından hərəkətə başlamaq o deməkdir ki, V0x-imiz 0-a bərabərdir. Yəni, başlanğıc sürətimiz 0-dır. O zaman Vx-in yerinə 0 qoyanda, V0x-in yerinə, Vx nəyə bərabər olur? Vx bərabər olur. 0 üzərinə gəlirik. AX vurulsun t-yə. O da bərabərdir. AX vurulsun t. Deməli, Vx bərabər olur. AX vurulsun t-yə. Başlanğıc sürət 0 olanda, deməli, AX vurulsun t-yə. Bax, bu şəkildə olur. Buradan da təcili də tapa bilərik. Bizim üçün heç bir problem yoxdur. A-nı tapa bilərik bu ifadədən. A bərabər olur. AX bərabər olur. Vx bölünsün t-yə. Bax, bu şəkildə də yaza bilərik. Yaxşı, bəs bizə desə ki, tutaq ki, cismin məsələn başlanğıc sürəti bu qədərdir. Tutaq ki, V0, məsələn, V0 tutaq ki, 10-dur. V-miz olub 50 və bizə desə ki, orta sürət nəyə bərabərdir? Baxın, təcilli hərəkət üçün orta sürətdən söhbət gedir. Təcilli hərəkətdən orta sürəti tapmaqdan ötürü yazırıq. Bu ikisinin cəminin yarısı olur. V üzərinə gəlirik. V0 bölünsün 2. Bax, bu təcilli hərəkətdə orta sürətin ifadəsidir. Bunu niyə mən işarə eləyəndə V0 bölünsün t-yə. Bax, bu şəkildə yazaq. Deməli, orta sürət, son sürət üzərinə gəlirik. Başlanğıc sürət və yox, burada 2-dir, yarısıdır. Üzrlü sayın. Yaxşı, bəs belə deyim, təcilin zamanla asıllıq qrafiki verərsə, bizə desə ki, sürət dəyişməsini tapın. Onu necə tapa bilərik? Gəlin o şəkildə yazaq. Məsələn, bax, belə bir təcilin zamandan asıllıq qrafiki verilib, A-nın t-dən asıllığı verilib. Tutaq ki, təcil sabitdir və sonra get-gedə azalır.
Belə bir qrafik verilib və bizə desə ki, sürət dəyişməsini tapın. Yəni delta V-ni tapın desə. Delta V. Delta V, baxın, burada sürət dəyişməsinə bərabər, belə fiqurun sahəsinə bərabərdir. S fiqur. Deməli, bu fiqur hər nəysə, biz təcilin zamandan asıllıq. Deməli, təcilin zamandan asıllıq qrafikində qrafik necə olur olsun, həmin fiqurun sahəsini tap deyəndə, həmin fiqurun sahəsini tapırıq və bu bizə sürət dəyişməsini vermiş olur. Yaxşı, bəs bərabər təcilli hərəkətdə bizə desə yer dəyişməni tap. Düzxətli bərabər sürətli hərəkətdə dedik yer dəyişmə nə idi? S bərabərdir V vurulsun T-dir və yaxud da indeksində X yazırdıq və bu X üzrə proyeksiyanın olduğunu göstərirdi. SX bərabərdir VX vurulsun T-dir. Bizə yer dəyişmə. Yaxşı, təcilli hərəkət üçün bunu necə yaza bilərik? Gəlin ona baxaq. Deməli, necə olur? Baxın. Sürət dəyişməsi verilib bizə, məsələn, VX-in T-dən asılı qrafiki verilibdir. Tutaq ki, bax, VX bərabərdir V0 X üzərinə gəlirik, AX vurulsun T. Biz bunun qrafikini çəkək. Baxın, sürət də müsbətdir, təcil də müsbətdir. Deməli, V0 başlanğıc sürətindən başlayaraq arta-arta gedən bir qrafik olasıdır. Bax, bu şəkildə belə bir qrafik olasıdır. Bura olasıdır V0, yəni başlanğıc sürət. Və bilir ki, bu müəyyən zaman müddətindədir. Aha, indi bax, son sürət də var, başlanğıc sürət də var, zaman da var. Bizə deyir ki, yer dəyişməni tap. Yer dəyişməni tapanda bu fiqur hansı fiqurdur? Trapesiya deyilmi? Ay sağ ol. O zaman biz bu fiqurun sahəsini tapsaq, elə bu bizim yer dəyişməmizdir. Deməli, bu fiqurun sahəsi nədir? Bu trapesiyadır, düzdür? Baxın, bu oturacaqları. Bax, bu da yan tərəflərdir. Trapesiyanın sahəsi nə idi? A üzərinə gələk bir, yəni oturacaqlar cəminin yarısı ilə hündürlük hasillə bərabərdir. İndi baxın, bizim burada SX bərabərdir. Bu düsturumuzda bizim yer dəyişməmiz nə olur? Gəlin tapaq. Baxın, son sürət budur. Deməli, bax, bizim böyük oturacağımız hansıdır? VX. Kiçik oturacağımız hansıdır? V0. Hündürlüyümüz nədir? T'dir. Bax, bu şəkildə hündürlüyü çəksək, bax, buradan hündürlüyünü çəksək, trapesiyanı və yaxud da buradan çəksək, bax, buralar, bura bərabər olmurmu? Qövlərimi başqa qələmlə qeyd edim. Bax, buralar, bax, bura bərabər olur. Ona görə hündürlüyü burada T götürürük. O zaman bizdə nə olar? Kəsir xətti çəkirik, olur. VX üzərinə gəlir. V0 bölünsün 2 vurulsun, hündürlüyümüz də oldu T. Deməli, düzxətli bərabər təcilli hərəkətdə yer dəyişməmiz, yenə deyirəm, fiqurun sahəsidir. Və artıq biz buradan, məsələn, yenə deyirəm, başlanğıc sürət 0 olarsa, V0 bərabərdir 0 olarsa, yer dəyişməmiz nəyə bərabər olar? SX bərabərdir. Bax, bunun bu ifadənin yerinə 0 yazsaq nə olur? Olur. VX vurulsun T bölünsün 2-yə. Başlanğıc sürət 0 olarsa. Və buradan VX-i də tapa bilərik, zaman da tapa bilərik. Birdən bizdən artıq nə istəyirsə onu tapa bilərik. Uşaqlar, yaxşı, bəs bizə elə biz dedik ki, tutaq ki, sürət məsələn 100 idi, sonra oldu 150 və yaxud da 50 oldu, sonra 100 oldu, sürət artarsa gedir. Yaxşı, bu sürət heç məsələn 100-dən başlayıb azala bilməzmi? Bilər. Onda belə bir şey deyirik. Deyirik ki, bərabər təcilli hərəkətin 2 növü var. Biri yavaşlayan hərəkət, biri də yeniləşən hərəkət. Yavaşlayan hərəkətdə nədir? Yavaşlayan hərəkətdə sürətin və təcilin istiqamətləri əks olur. Yeniləşən hərəkətdə isə sürət və təcilin istiqaməti eyni olur. Yəni, bir-birinin əksinə olmurlar. Məsələn, yeniləşən hərəkət o deməkdir ki, məsələn, bir X ox çəkək, tutaq ki, məsələn, burada bir arabacıq var, belə deyim. Bu tutaq ki, məsələn, 5 metr bölünsün saniyə sürətlə tutaq ki, hərəkət edir, düzdür? Burada gəlir, bunun sürəti olur, tutaq ki, 10 metr bölünsün saniyə. Düzdür? İndi bax, təcilin istiqaməti bu istiqamətədir.
Buna deyirik, yəni bu nədir? Bax, əvvəl 5 idi, sonra oldu 10. Düzdür? Əvvəl 5 idi, sonra oldu 10. Sürət artdı. Sürət artırsa, deməli, son sürət başlanğıc sürətdən böyük olur. Və təcil, baxın, sürət istiqamətindədir. Təcillə sürət hər ikisi eyni istiqamətdədirsə, bu yeyinləşəndir. Əgər təcillə sürət əks istiqamətdədirsə, bu yavaşayandır. İndi baxın, buranı bölüb mən bir-bir bunları çəkim. Baxın, burada hər ikisi x ox istiqamətindədir. Görürsünüz, bax, təcildə, sürətdə. Bunları belə yazın. Hər ikisi x ox istiqamətindədir. Bu deməli, x oxu istiqamətində yeyinləşəndir. Bax, o x oxu istiqamətində yeyinləşəndir. Sonra, məsələn, indi çəkirəm. Bax, məsələn, bura x yazım, bura mənfi x yazım. Tutaq ki, belə bir şey var. Sürətin istiqaməti də budur. Olsun, bura mənfi, yəni 10. Mənfi yazmaq ehtiyac yoxdur, çünki zaten istiqaməti bilirik. Bura olsun 5. Təcil də bu istiqamətdə olsun. İndi görürsünüzmü? Baxın, yenə təcilin də, sürətin də istiqaməti mənfi x ox istiqamətindədir. Hər ikisi eyni istiqamətdədirsə, deməli yenə yeyinləşəndir. Amma o x oxunun əksinə. O x oxunun əksinə yeyinləşəndir. Bunu beləcə yadınıza saxlayın ki, hər ikisi eyni istiqamətdədirsə yeyinləşəndir. Fərqi yoxdur. Ya x oxunun əksinə olsun, ya da x ox istiqamətində olsun. İndi yavaşlayan hərəkət nədir? Gəlin ona baxaq. Bu yeniləşən hərəkət. Biri də var ki, yavaşlayan hərəkət. Yavaşlayan hərəkətdə dedik, sürət və təcili istiqamətləri əksdir. Yəni, biri x ox istiqamətində olanda, digəri onun əksinə olur. Və yaxud da biri x oxunun əksinə olanda, digəri onun əksinə x ox istiqamətində olur. Onlar da bax, bu şəkildə olur. Buranı pozun. Bax, məsələn, tutaq ki, bura olsun x ox. Məsələn, tutaq ki, cisim, arabacıq və yaxud da nə deyirsiniz deyin. Və bərabər, tutaq ki, 50 metr bölünsün saniyə ilə x ox istiqamətində hərəkət edir. Təcil onun əksinə olasıdır. Təcil x oxunun əksinə olasıdır. Və yaxud da bu şəkildə ola bilər. Sürət bu istiqamətdə ola bilər. Mənfi x. Bura müsbət x yazım. Sürət bu şəkildə ola bilər. Təcil isə bax bu şəkildə ola bilər. Bu da olur yavaşlayan hərəkət. Bir-birinin əksinə hardakı sürətlə təcil vektorunu bir-birinin əksinə görürsünüzsə, bilin ki, o yavaşlayan hərəkətdir. Gəlin indi bunu bir-bir qrafiklərini çəkək. X oxu istiqamətində yeyinləşən, x oxunun əksinə yeyinləşən, x oxu istiqamətində yavaşlayan və x oxunun əksinə yavaşlayan hərəkətlər üçün bir-bir yazaq. Məsələn, bax, birinci hal yazaq. O x oxu istiqamətində. Axıra kimi yazmıram, birinci odur. O x ox istiqamətində olanda bu şəkildə olur. Yəni, başlanğıc sürət V0x böyük olur 0-dan. Yəni, x ox istiqamətində, x oxu bu istiqamətdə, yəni müsbəsə doğru gedir. V0 0 olur. V0x böyükdür 0 olur. Təcil müsbət olur. Baxın, indi bana baxın. Təcilin proyeksiyası müsbət olur. Təcilin vektoru sabit olur. Yəni, təcilin qiyməti dəyişmir. Sadəcə olaraq proyeksiyası, yəni x ox üzrə x oxun əksinə. Yəni, bu sadəcə proyeksiyadır. AX olan. Necə olur? Yəni, bildik, bayaqda dedik ki, yəni, tutaq ki, V bu istiqamətdədirsə, A da bu istiqamətdə olur. O zaman düsturumuz hansı şəkildə olur? İlk öncə birinci yazırıq. V bərabərdir. V0 x üzərinə gəlirik.
AX vurulsun T. Bax görürsünüzmü? V də müsbətdir. V0-da. A da müsbətdir. Hər ikisi müsbətdirsə, deməli bu cisim yeyinləşən hərəkət edir. Qrafiklərinə gəldikdə, bax bu şəkildə olur. Proyeksiyasını yazanda AX-in T-dən asılılığı sabitdir. Yəni təcil dəyişmir. Sürətin zamandan asıllığını yazanda, yəni Vx-in T-dən asıllığı. Baxın, burada bir başlanğıc sürət var. Ona görə sıfırdan başlaya bilməz. Bura sıfırdır. Müəyyən bir başlanğıc sürətdən başlayaraq yeyinləşən hərəkət eləyəsidir. Budur V0 belə. Əgər burada V0 0 olarsa, o zaman bax qrafik bu şəkildə olur. V-nin, Vx-in T-dən asıllığı bax düz mütənasib olmuş olur. Bu hansı hal üçündür? Yazıram üzərinə. V0x bərabərdir 0 halı üçündür. Yəni, başqa renklə yazım, qarışdırmayın. Vx bərabərdir, AX vurulsun T-yə. Bax, burada məsələn bizə desək ki, tutaq ki, təcili tapın və yaxud da belə bir qrafiklər versə, bizə desək ki, bunlarda məsələn 1 və 2 nöqtələrində harda sürət böyükdür və yaxud da, belə deyim, harda təcil böyükdür. O zaman, bax, buradan təcili tapanda AX nəyə bərabər olur? Vx bölünsün T-yə. Baxın, bunu üç bucağa tamamlasaq, bura Vx olur, bura T olur. Bu bizə verir, baxın, qarşıdakı katetin bitişik katetə nisbəti olur tangens alfa. Deməli, AX ilə tangens alfa ilə mütənasibdir. Bax, bu şəkildə belə bir qrafik verib bizdən müqayisə soruşsa, bucaq harda böyükdürsə, orada təcil böyükdür. Bucaq harda kiçikdirsə, orada təcil kiçikdir. İndi baxın, burada bucaq budur, burada da bucaq budur. Deməli, birincidə bucaq böyükdürsə, o zaman A1 x böyükdür A2 x-dən. Bax, bu şəkildə tapılır. Yaxşı, yerdəşmə nə cür olur? Gəlin ona baxaq. Görək, yerdəşməsi necə olur? Yerdəşməmizin düsturu nə idi? Yaxşı, birinci yazaq koordinatı. Koordinatın belə bir düsturu var. X0 üzərinə gəlirik. Vx vurulsun T. Üzərinə gəlirik. AXT kvadrat bölünsün 2-yə. Yerdəşmə, yəni koordinat bu koordinatdır. Yerdəşmə isə bu şəkildə olur. İkinci. Sx bərabərdir. V0T üzərinə gəlirik. AXT kvadrat bölünsün 2-yə. Bunun hər ikisi üçün də qrafikləri qursaq, bax bu şəkildə. Sx-in T-dən asıllıq. Baxın, Sx T ilə kvadratik asılıdır. Yəni, bax bu şəkildə olasıdır. Kvadratik bir asıllıq, həm də artan, yəni yeyinləşən. Və gedilən yolda, yəni proyeksiyası yox, eləcə yolda yenə bu şəkildə, bax, bu S-in T-dən asıllığı, bu da bax bu şəkildə olasıdır. Biri proyeksiyadır, biri eləcə proyeksiyasız. Amma hər ikisi T-nin kvadratik asılıdır. Yaxşı, bəs burada koordinat yazmışıq. O koordinatı gəlin, bir ətraflı baxaq görək, koordinat nədir? Mən də buradan bunları silim ki, bizə yaxşı bir yer qalsın. Yerdəşməni də buradan silirəm, bircə koordinat qalsın, ona münasib yazarıq. İndi baxın, koordinatın zamandan asıllığı, bax bu şəkildə, x-in T-dən asılıq. Birinci halda x, baxın, müəyyən x0 nöqtəsindən başlayaraq, koordinat müəyyən x0-dan başlayaraq cisim hərəkət edir. T-nin kvadratı ilə də kvadratik asılıdır. O zaman bu şəkildə yazırıq. Buraya yazırıq x0, bax həmin bu x0, kvadratik asıllıq. Yəni yuxarıya doğru yeyinləşən hərəkət edir. Bax, bu yeyinləşən hərəkətin qrafidir. Yaxşı, bəs başlanğıc koordinat 0 olarsa, x0 bərabərdir 0 olarsa, tənlik hansı halda olur? X bərabərdir, Vx vurulsun T, üzərinə gəlirik, AXT kvadrat bölünsün 2-yə. Bu zaman koordinat başlanğıcından keçərik, bax x0 0-dır. Deməli, bu x0 0-sı koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçərək yenə, bax belə bir kvadratik asıllıqdır. Yenə bu yeyinləşəndir. Sonra, məsələn, əgər x0
x0 kiçik 0 olarsa, yəni mənfi olarsa, o zaman tənliyimiz bu şəkildə olur. Mənfi x0 üzərinə gəlirik. V0t üstə gələk. AT kvadrat. AT kvadrat bölünsün 2. Baxın aşağılar. Burada x0-ın mənfi olması sizi çaşdırmasın. O saat deməyin ki, yavaşlayan hərəkətdir. Xeyr, bu x-in mənfi və yaxud da müsbət olmasının yavaşlayan və yaxud da yeniləşən olmasının heç bir aidiyyəti yoxdur. Bizə lazım olan yavaşlayan və yeniləşən tapmaqdan ötürü V ilə A-nın istiqamətləri lazımdır. İndi bu, koordinat başlanğıcı mənfidən başlayır. Amma yeniləşən hərəkətdir. O zaman x0-ı burada qeyd edirik. Mənfi x0 yenə yeniləşən hərəkətin qrafikidir. Biraz koordinat çaşqınlıq yarada bilər. Bunu ayrıca çəkirsiniz özünüz. Düsturlarını çıxardırsınız. O zaman daha yaxşı yadınızda saxlayacaqsınız inşallah. Sonra indi gəldik x oxunun əks istiqamətində yeniləşən. Bu x ox istiqamətində yeniləşən idi. İndi gələk x oxunun əks istiqamətində yeniləşən qrafikini çəkək. Tənliklərini yazaq, qrafiklərini çəkək, görək o nə formadadır. Baxın, x oxunun əksinə yeniləşəndir deyəndə, yəni təcildə, sürətdə hər ikisinin proyeksiyaları mənfidir. Yəni, bax, bu şəkildə olur. V 0x-də kiçik olur 0-dan, AX-də kiçik olur 0-dan, yenə amanın qiyməti sabitdir. Konstant. Birinci hal üçün yazaq. Yer dəyişməni. Və yaxud da sürət yazaq. Birincilə yer dəyişməyə keçməmişdən qabaq sürət yazaq. Vx bərabər olsun. X oxun əksi nədirsə, deməli mənfi olur. Olur. V0x minus AX t. Gördünüz, hər ikisinin işarəsi mənfidir. Yəni yeniləşəndir. Müsbət və mənfi, bax, hər ikisi ya müsbət, ya hər ikisi mənfi olanda bu halda yeniləşəndir. Yəni işarəni buradan da götürə bilirik. Bunun qrafiki nə cür olasın? Gəlin çəkək. V-nin t-dən və x-in t-dən asıllığı yenə mənfi V0 başlanğıc sürətindən x oxunun əksinə yeniləşən hərəkət edir. Bax, yeniləşən hərəkət edir. Sonra sürət təcil yenə sabitdir. Təcilin proyeksiyası AX-in t-dən asıllığı. Amma indi mənfi sabitdir. Yəni mənfidən başlayaraq sabit olur. Sonra yer dəyişməni yazsaq, yer dəyişməni olur. Bir dəqiqə buranı məsələ. Yer dəyişmə olur. Sx bərabərdir. Mənfi V0t minus AXT kvadrat bölünsün 2-yə. Yenə görürsünüz, hər ikisi mənfidir. Deməli, yeniləşən hərəkət olur. Amma x oxunun əksinə Sx-in t-dən asıllığı. İndi baxın, V0 müəyyən V0 qiyməti var, düzdürmü? Amma burada yer dəyişmə, yəni koordinat yoxdur. Sadəcə koordinat başlanğıcdan keçir də, yəni müəyyən x0-dan keçmir. Ona görə koordinat oxundan başlayaraq x oxunun əksinə yeniləşən qrafikdir. Amma indi baxın, bu yer dəyişmədir. Sx, Sx yer dəyişmədir. Bəs S eləcə yol idi, düzdürmü? Bəs yolun zamandan asılılığı hansı formada olar? S-in t-dən asılılığı. Bunu el yazaq, başa düşməkdən ötürü. Uşaqlar, yol heç vaxt mənfi ola bilməz. Bax, ona görə də yolun qrafiki çəkəndə bax bu formada çəkirik. Yəni yol mənfi ola bilməz. Biz onu bax bu şəkildə x oxunun əksinə götürə bilmərik. Yaxşı, bəs koordinat nədir? Gəlin indi koordinat çəkək. Koordinatın ifadəsi necə olur? X bərabərdir. Yenə mənfi və yaxud da müsbət. Fərqi yoxdur. Birinci müsbəti götürək. Dedim axı, koordinatın bizə heç bir
belə şey yoxdur da, yəni əlaqəsi yoxdur yeniləşən və yavaşlayan hərəkət üçün. Çıxılsın V0t minus at kvadrat bölünsün 2. İndi bax, x0 müsbətdir, amma x oxunun əksinə yeniləşən hərəkətdir. Bax, bu şəkildə yazırıq x-in t-dən asılı. İndi x müsbətdir, ona görə yazırıq x0-ı, bax burada. Buradan yazırıq, amma x oxunun əksinədir. Baxın, bu x oxudur, düzdürmü? Bax, görürsünüz, x oxudur. Yeniləşən bunun əksisidir. Qrafik, bax, bu şəkildə olasıdır. Bu da yenə yeniləşən hərəkətin qrafikidir. Yaxşı, x bərabərdir, x0 bərabərdir 0 halı üçün nədir olasıdır? x0 0 halı üçün. O zaman olur x bərabərdir mənfi v0t minus at kvadrat bölünsün 2. O zaman da bax bu şəkildə olasıdır. Yaxşı, x0 mənfi olarsa kiçik 0 yazıram. O zaman olur x bərabərdir mənfi x0 minus v0t üzərinə çıxılsın axt kvadrat bölünsün 2'ye. İndi mənfi x0'dan başlayaraq yenə yeniləşən hərəkətin qrafikini verir. Hamısı bunların yeniləşəndir. Yeniləşəndir. Bu niyə belə eləyir bilmirəm. Tutması var elə bil. Bu yeniləşən hərəkət. İndi gəlin görək. X oxu istiqamətində yavaşlayan, bir də x oxunun əksinə yavaşlayan qrafikləri hansı formadadır? Gəlin onu yazaq. Mən burada vaxtı dayandırıram. Onu vaxtı dayandırıb silirəm. Yəni çox vaxtınız getməsin. Yalanlı dəqiqələr, saniyələr getməsin. Davam edək. Üçüncü hərəkətimiz olur. X oxunun istiqamətində yavaşlayan. X oxu istiqamətində yavaşlayan deyəndə nə nəzərdə durur? Yəni V ilə A-nın işarəsi bir-birinin əksisidir dedik yavaşlayan. X oxu istiqamətindədirsə, deməli V0 x 0-dan böyükdür. Amma AX kiçikdir 0-dandır. Yəni A-nın vektoru sabitdir. O zaman düstur bu şəkildə olasıdır. Vx bərabərdir V0x minus AX vurulsun T'ye. Baxın, gördünüz mü? V0'ın burası müsbətdir, qarşısıdır. AX mənfidir. O zaman qrafik bax bu şəkildə olasıdır. Vx'in T'dən asıllığı. V0 amma təcil azalır. Bax, deməli, bura yazırıq V0 amma qrafik bax bu şəkildə olasıdır. Bu yavaşlayan hərəkət. Çünki görürsünüzmü, təcil azalır, sürət də azalır. İlkidə sıfıra yaxınlaşır və nəhayət olur 0. Ona görə deyirlər yavaşlayan hərəkətdir. Yaxşı, Sx nə idi? Sx bərabərdir V0xt minus axt kvadrat bölünsün 2'ye. İndi yer dəyişmənin zamandan asıllığı isə, baxın, x oxunun əksinə deyirsə, bax, yavaşlayan hərəkət bax bu şəkildədir. Yolun zamandan asıllığı deyirsə, elin T'dən asıllığı. O da bu istiqamətdədir. Çünki x oxu istiqamətindən söhbət gedir. Amma baxın, təcillə baxın. Təcil AX-in T'dən asıllığı. Təcil deyirik mənfidir, düzdür? Ona görə aşağı hissədən yazırıq mənfi A-ya. Təcil bu şəkildə olur. İndi koordinata gələk. Koordinat nə olur? X bərabərdir. Nə olur koordinatın tənliyi nə idi? Deməli, x oxunun əksinə deyiriksə, x0 yazaq özünə. Çünki bu bizə lazım deyil. Üzərinə gəldik. Dedik Vx böyükdür 0-a. V0xt minus axt kvadrat bölünsün 2'ye. Baxın, koordinatın da düsturu bax bu şəkildədir. X-in T'dən asılı. İndi bax, x0 müsbətdir, V müsbətdir, amma təcil mənfidir. Deməli, x oxu istiqamətində yavaşlayan hərəkət olasıdır. Bax, bu şəkildə belə bir qrafik olasıdır. X0 0 olarsa, koordinatın tənliyi olur. V0xt üzərinə gəlirik. Axt kvadrat bölünsün 2.
üzərinə gəlmirik, çıxırıq. Çünki bizə dedik, yavaşlayan hərəkətdir. Aha. X0 0 olarsa, o zaman nə olur? Koordinat başlanğıcından keçir, amma yavaşlayan hərəkətdir. Yaxşı, bəs x0 mənfi olarsa, nə olur? X bərabərdir, mənfi x0 üzərinə gəlirik. V0xt minus axt kvadrat bölünsün 2-yə. İndi x0-dan başlayaraq, mənfi x0-dan başlayaraq yavaşlayan hərəkət edəcəyiz. Bax, bunun da qrafikləri bu şəkildədir. Sonra gəldik, deməli, hansı hərəkəti? Dördüncü hərəkətimiz olur, x oxunun əksinə bərabər yavaşlayan. Yenə mən vaxtı dayandırıb bunu silirəm, vaxtımız getməz. Deməli, dördüncü hərəkətimiz olur, o x-in əksinə yavaşlayan. Yavaşlayan. Bu zaman sürət nə olur? V 0x kiçikdir 0 olar. AX bu səfər AX böyükdür 0 olur və yenə A-nın vektoru sabitdir. Bu şərtlər yadımızdan çıxmaz. İndi gəldik sürətə. V bərabərdir. Sürətimiz olur mənfi V0xt üzərinə gəlirik. AX vurulsun T. Bax, bunun qrafiki bu şəkildə olasıdır. V-nin və X-in T-dən asılı qrafik. Baxın, V0 mənfidir. Ona görə qrafik mənfidən başlayasıdır. Amma AX müsbət olduğuna görə bu müsbətə doğru gedəsidir. Bax, məsələn, V0x mənfidir. Buradan başlayır, amma yavaşlayan hərəkətdir. Təcil artır, amma sürət azdır da, belə deyim. Ona görə yavaşlayan hərəkətdir. Sürət azalır, amma təcil artır. V-X-in T-dən asıllıq qrafiki bax bu şəkildədir. S-X-in T-dən asıllığı nədir? Yer dəyişməni. S-X bərabərdir. Mənfi V0T üzərinə gəlirik. AXT kvadrat bölünsün 2. S-X-in T-dən asıllıq qrafiki də bax bu şəkildədir. X, S koordinat oxun əksinədir. Yəni qrafik bu şəkildə yox, aşağıya doğru hərəkət eləyəsidir. Amma yavaşlayan hərəkət eləyəsidir. Bax, bu şəkildə biraz biçəkdir. Amma bu şəkildə olasıdır. Yaxşı, bəs yol elin T-dən asıllığı dedik, yol mənfi ola bilməz. Yol X istiqamətində yavaşlayanın qrafiki bax bu şəkildədir. Təcil görürük ki, burada müsbətdir. Ona görə A-nın T-dən asıllığı X-in. Bax, bu şəkildə sabit funksiya olasıdır. İndi gəldik əsas məsələ koordinatın tənliyinə. Koordinatın tənliyi nə olur? Baxın, biz dedik ki, nədir? Sürət sıfırdan kiçikdir. Birinci hal üçün yazaq. X bərabərdir. Müsbət x0 çıxılsın. Vx vurulsun t. Üzərinə gəlirik. Axt kvadrat bölünsün 2. Bax, bu şəkildədir. Deməli, koordinatın tənliyi də, qrafiki də belə olur. X-in t-dən asıllıq. Birinci x0 müsbətdir. Ona görə başlayırıq müsbətdən. Müsbətdən başlayaraq yavaşlayan hərəkətin qrafiki. İkinci x0 bərabərdir 0 olarsa, olur x bərabərdir mənfi vxt üstə gələk axt kvadrat bölünsün 2-yə. Bax, biri mənfidir, biri müsbətdir. Yavaşlayan hərəkətdir, amma koordinat başlanğıcından keçərəkdir. Sonra bir də var x0 kiçikdir 0. Yəni x bərabərdir mənfi x0 minus Vx vurulsun t üzərinə gəlirik. Axt kvadrat bölünsün 2. İndi bu səfər mənfi x0-dan başlayır. Mənfi x0 bax buradır. Buradan başlayaraq yavaşlayan hərəkətin qrafikidir. Bunun hər üçü yavaşlayandır. Yavaşlayan sözündən nəsə bu qələmində, kompüterində, planşetində şeyi tutmur. Nəsə olduğu barışmır. Aha, deməli, mövzu izahlarımız bax bu qədər. Ola bilər, biraz çətin gələ bilər, amma heç də çətin deyil. Sadəcə olaraq yenə deyirəm, qaydın mövzu izahına bir də baxın, özünüz çalışın, yazın, videonu dayandırın, qrafikini çəkməyə çalışın. O zaman daha yaxşı yadınızda saxlayacaqsınız. İndi mən buna aid bir 2-3 dənə nümunə sual izahını paylaşım.
Sağollaşarıq. Nümunə sual izahlarımız deməli 2025 təzə testindən olan sual izahlarına baxaq. İlk öncə gəlin baxaq birinci suala. Deyir, sürətin zamana görə dəyişmə yeniliyini xarakterizə edən kəmiyyət. Dəyişmə yeniliyini xarakterizə edən kəmiyyət təcil adlanır. Yəni, baxın, A bərabərdir delta V bölünsün T. Dəyişmə yeniliyini, yəni sürətinin dəyişməsini xarakterizə edən kəmiyyət adlanır təcil. Üçüncü sual. Deyir, x ox üzrə hərəkət edən cismin sürət zaman asıllığı verilibdir. Ona uyğun təcilin modulunu hesablayın. Uşaqlar, baxın, qrafik koordinat başlanğıcından keçir. Yəni, V-nin T-dən asıllığı. Baxın, bax bu şəkildədir. Deməli, bu hansı qrafikdir? V bərabərdir. V0 üstə gələk AT. Bax, tənliyimiz budur, düzdür. İndi biz buradan sıfırdan başlayırsa, sürət art-arta gedirsə, baxın, sürət sıfırdan başlayaraq art-arta gedir. Deməli, V0 burada sıfırdır. V bərabərdir A vurulsun T-yə. Bax, bizim düsturumuz budur. Bunun qrafiki verilibdir hal-hazırda bizə. İndi buradan bizə təcilin modulunu soruşur. A bərabərdir V bölünsün T. Qrafikdə də bu hissə son sürət 0.5-dir. Zaman müddəti də 5-ədir. Olur. Baxın. Qrafik təcildə biz bir də belə bir ifadə vardı. Yadınıza gəlirmi aşağılar? Deyirdik ki, A bərabərdir son sürət çıxısın başlanğıc sürət bölünsün zaman. Bax, bu düsturla bu düsturun heç bir fərqi yoxdur. Bundan da gedə bilərsən. Burada baxın, son sürət necədir? 0.5. Çıxısın. Başlanğıc sürət 0-dır. Keçən zaman 5-dir. Bərabər olur. Bu deyir 0.1 metr bölünsün saniyə kvadrat. Eyni ilə burada da yaza bilərik. Amma belə yazanda burada delta V də yaza bilərik. Yaza bilərik 0.5 bölünsün 5-ə. O da elədir 0.1 metr bölünsün saniyənin kvadratına. Daha sonra 4-cü sual onun eynisidir. Baxın, 5-ci suala baxaq. Deyir ki, düzxətli bərabər təcilli hərəkətdə cismin sürətinin modulu hansı ifadə ilə təyin olunur? Sürətimizin belə bir düsturu var idi. Yer dəyişməmizin daha doğrusu. Sx bərabərdir. Bizə burada təcil verilib. Olur V kvadrat minus V0 kvadrat bölünsün 2A-yə. Bizdən soruşur V-ni. Buradan V-ni tapsaq nə olur? Olur 2A Sx bərabərdir V kvadrat minus V0-ın kvadratına. Buradan V kvadratını tapanda nə olur? Olur 2A Sx üzərinə gəlirik V0-ın kvadratına. Buradan V-nin özünü tapsaq kök alırıq. Olur 2A Sx üzərinə gəlirik V0-ın kvadratına. Bax, bu şəkildə belə bir düstur olmalıdır. V0 kvadrat üzərinə gələk 2A-S. Doğru cavab olur. Burada da C variantı. 6-cı sualda deyil. X ox üzrə bərabər yavaşlayan hərəkət edən cismin koordinatın zamandan asıllıq düsturu hansı ifadə ilə təyin olunur? Uşaqlar, X ox üzrə deyir. X ox üzrə yavaşlayan hərəkət deyirsə, tənlik, bax, bu şəkildə olasıdır. Buranı pozun. X ox üzrə yavaşlayan, deməli, bərabər yavaşlayan. X bərabərdir. X0 üzərinə gələk. Vxt minus axt kvadrat bölünsün 2-yə. X0-ımız müsbətdir. V-miz müsbətdir. A-mız mənfidir. İndi gəlin baxaq bircə-bircə. A variantında mənfi x0 üzərinə gələk V0 plus at kvadrat bölünsün 2. Baxın, burada x0 mənfidir. Amma baxın, V ilə A-nın hər ikisinin işarəsi müsbətdir. Deməli, bu Y illəşəndir. Bu getdi.
B variantına baxaq. X0 da müsbətdir, V da müsbətdir, A da müsbətdir. Bu da yeniləşəndir, bu da getdi. C variantına baxaq. X0 müsbətdir, V müsbətdir, A mənfidir. Deməli doğru cavab oldu C. D variantına baxaq. X0 müsbətdir, V mənfidir, A mənfidir. Deməli bu X oxunun əksinə yeniləşəndir. Y variantına baxırıq. X0 mənfidir, V mənfidir, A mənfidir. Bu da yenə X0'ın mənfi müsbət olmağının heç bir anlamı yoxdur. Anlamı sadəcə onun istiqamətidir. Bu da hər ikisi mənfi olduğuna görə bu da yeniləşəndir. Deməli doğru cavab olur C variantı. 7-ci sualda deyir, maddi nöqtənin düz xətli bərabər yeniləşən hərəkəti zamanı aşağıdakılardan hansı doğrudur? Belə deyim. V'nin vektoru sabitdir. A'nın vektoru sabitdir. Sx sabitdir. V sabitdir, X sabitdir. Biz dedik ki, bayaq yeniləşən, yavaşlayan hərəkətlərin dördündə də istəyir X ox istiqaməti, istəyir də X oxunun əksi olsun. Biz dedik, hamısında təcilin vektoru sabitdir. Deməli, doğru cavab olur B variantı. Daha sonra. Onuncuya baxaq. Deyir, sükunət vəziyyətindən 2 sm bölünsün saniyə kvadrat sabit təcillə hərəkətə başlayan avtomobilin 4-cü dəqiqənin sonunda sürətini hesablayın. Baxın, sükunət vəziyyəti deyir. Birinci, biz bunu burada qeyd edirik. Onu sizə qeyd edim ki, fizikada məsələ həlli işləyən zaman uşaqlar addım-addım verilənləri yazırsınız və məsələnin sonunda görürsünüz ki, sizə nə məlumdur, nə məlum deyil. Bizə sükunət vəziyyəti deyirsə, bizim nəyimiz? Sıfırdır. Deməli, V0x-imiz sıfıra bərabərdir və yaxud da bunu V0 da bərabərdir, sıfır yaza bilərsiniz. Təcil deyir, A bərabərdir 2 santimetr bölünsün saniyənin kvadratına. Baxın, variantlarda görürsünüz, hamısı metr bölünsün saniyədir. Ona görə bunu metr bölünsün saniyə kvadratına çeviririk. Bu eləyir. Deməli, santimetr bölünsün saniyə kvadratdır. Biz bunu çevirməliyik metr bölünsün saniyə kvadrat. Bunun üçün biz bunu bölməliyik 100-ə. 100-ə böləndə olur elə. 0,2 metr bölünsün saniyənin kvadratı. 4-cü dəqiqənin sonunda deyir. 4 dəqiqə o da bərabərdir. 1 dəqiqəmiz 60 saniyə, düzdür? O zaman 4'ü vururuq 60'a ki, biz onu 1 dəqiqəmiz 60 saniyədir. 4 dəqiqəmiz 60'a vuranda belə 240 saniyə. Aha. İndi bizdən soruşur, sürətini hesablayın. Deməli, V bərabərdir V0 plus AT-dən. V0 sıfırdırsa, V bərabərdir AT olur. Buradan bizdən sürəti soruşur. Elə yazırıq. 0,2 vurulsun 240'a. Bu da elədir. Deməli 0,2 4,8 metr bölünsün saniyə. Doğru cavab olur burada da A variantı. Aha, 11-ci sualda deyir ki, X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının deməli zamandan asılı qrafiki verilibdir. Qrafikin hansı hissəsi bərabər yeniləşən hərəkətə uyğundur? Uşaqlar, bizdən V'nin T'dən asılı qrafiki verib. Amma bizə demir ki, X oxunun əksinə və yaxud da X oxunun istiqamətində yeniləşən. Bizə sadəcə deyir ki, hansı hissədə bərabər yeniləşən hərəkət edir. Baxın, AB hissəsi nədir? Qrafiki bir dəqiqə buranı silim. Burada yaxşı çəkim qeyd edin. Deməli, bunun AB hissəsi bu şəkildədir, düzdürmü? Buradan Vx'in T'dən asılı. Bura haranın qrafikidir? Bura düz xəttdir, düzdürmü? Deməli, düz xəttli bərabər sürətlinin qrafikidir. BC hissəsi. BC-də görürsünüz, sürət azalır. Deməli, yavaşlayandır.
C D hissəsinə baxın. Sürət artır, təcil artır. Hər ikisi artır. Deməli, x oxunun əksinə y illəşəndir. CD bura y illəşəndir. D-yi düz xətlidir. Y, F yenə yavaş yen hərəkətdir. Deməli, doğru cavab olur A variantı. Sonra məsələn, baxaq 14-cü suala. 14-cü sualda deyir ki, sükunət halından 0,1 metr bölünsün saniyə kvadrat sabit təcillə düz xətlə hərəkətə başlayan cismin ilk 6 saniyə ərzində getdiyi yolda. Gedilən yol deyirsə, indeksinə heç bir şey yazmırıq. Sadəcə olaraq düsturumuzu yazırıq. Düsturumuz nə idi? V0t üzərinə gəlirik. A t kvadrat bölünsün 2. İndi bizə deyir ki, sükunət halından hərəkətə başlayır. Deməli, V0'mız bərabərdir 0'a. O zaman nə olur eləcə? A t kvadrat bölünsün 2'ye. Bizə nə getdiyi yol soruşur. S bərabərdir. A-nın yerinə yazırıq 0,1 vurulsun t 6 vuraq 6 bölünsün 2'ye. Bu elədir deməli 3,6 bölünsün 2, o da elədir 1,8 metrə. Deməli yolumuz oldu 1,8 metr. Yaxşı. 15-ci suala da baxaq. Maraqlı sualdır. Deyir ki, başlanğıc sürəti 10 metr bölünsün saniyədir. Yazıram. V0 bərabərdir 10 metr bölünsün saniyə. Cisim 0,5 metr bölünsün saniyə kvadrat sabit təcillə, baxın, tormozlanmağa başlayır. Tormozlanmağa başlayırsa, öncə təcili yazım. A bərabərdir 0,5 metr bölünsün saniyənin kvadratı. Tormozlanmağa başlayır deyirsə, deməli bu yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkətdir. Yəni get-gedə sürəti azalır. Yəqin ki, tanış gəlir bu mənzərə. Maşın sürənlər bilir. Tormoz basanda maşın sürəti azalır. Deməli, yavaşlayan hərəkət edir. Yavaşlayan hərəkət edir. Bizə deyir 4-cü saniyənin sonunda. T bərabərdir. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. V bərabərdir sual. Yazırıq. V bərabərdir. V0 minus AT. Niyə V0 yazırıq? Çünki burada V0 bizə müsbət veribdir özü. Yazıram. 10 çıxılsın. A-mız 0,5 vurulsun. T'miz 4. O delədir. 10 çıxılsın. 4 dəfə 1, 22. O delədir 8 metr bölünsün saniyə. Deməli, doğru cavab olur Y variantı. Sonra 28-ci suala baxaq. Ondan əvvəlki suallar qrafiklər, düsturlardır. Düsturları kitabdan yazırsınız və yaxud özünüz bilirsinizsə yazın. Oradan nə istəyirsə, hansı veriləni soruşursa onu tapın. 28-ci sualda deyir ki, cismin sürəti V ekspresiyasının zamanla asılı qrafiki verilmişdir. O qrafiklərdən hansı OX, baxın görürsünüzmü? Yazır burada. Deyir ki, OX oxunun əksinə, yəni bax, bu müsbət x-dir, bu mənfi x-dir. Bax, bizə buranı soruşur. Mənfi x, yəni OX oxunun əksi istiqamətində yavaşlayan hərəkətin qrafikini soruşur. OX oxu istiqamətin oxunun əksinə deyəndə sürət V bərabərdir. V0 plus AT-dir. Bunu yazdıq, düzdürmü? İndi gəl OX oxunun əksinə yavaşlayan hərəkət. OX oxunun əksinə deyirsə, deməli sürət X oxu əksinədir. O zaman yazırıq Vx bərabərdir. Mənfi V0 X üzərinə gəlirik. AX T'yə. Yavaşlayan hərəkət deyirsə, V və X oxunun əksinədirsə hərəkət, V0 mənfidir, A isə müsbətdir. İndi bizə bunun qrafikini çəkmək qalır. Baxın. X oxunun əksinə yavaşlayan deyirsə, V0'ı burada qeyd edirik. Mənfi V0. İndi təcil artır, amma sürət azalır. Deməli, qrafik hansı hissəyə uğurur? V0'dan başlayaraq, bax bu şəkildə, yavaşlayır, amma təcil böyük olur 0'dan. Doğru cavab olur 5. Burada 5'dir. Baxın, 1 X oxunun istiqamətində yeniləşəndir. 2 sabitdir. Sabit sürətlədir. 3 X oxu istiqamətində yavaşlayandır. 4 sabitdir. 5-ci isə X oxunun əksi istiqamətində yavaşlayan hərəkətdir. Doğru cavab olur A variantı.
29-cu sualda ona uyğundur. 30-cu suala baxın. Deyir ki, hansı qrafik bərabər yavaşlayan hərəkətə uyğundur? Baxın, x burada koordinat sabitdir B variantında. Bu bizlik deyil. Bu bizlik deyil. D-də x oxun əksinə yeniləşəndir. Bu da bizlik deyil. Y-də x oxu istiqamətində yeniləşəndir. Koordinat nə olsun ki, mənfidir. Bu da deyil. C variantına baxın. Bu da deyil. Bu qrafikdir. Bax, C variantı x bərabərdir. x0 plus vx vurulsun t. Bax, bu qrafikdir. Koordinat var və t-dən asıllıq qrafikidir. Sürət də artır. Bu C odur. A variantına baxın. Yavaşlayan hərəkətdir. X oxunun əksinə yavaşlayan hərəkətin qrafikidir. Doğru cavab olur A variantı. Daha sonra 31-ə baxaq. Hansı qrafik bərabər yeniləşən hərəkətin qrafikinin təsviridir? Baxın, burada yenə demir ki, x oxu istiqamətində və yaxud da onun əksinə. Bizə sadəcə deyil, yeniləşən hərəkətdir. B düz xətlidir. A deyil. C yavaşlayandır. Y yavaşlayandır. D-yə baxın. Özdə o x-in əksinə yeniləşən hərəkətdir. Doğru cavab olur D variantı. Yəni, cavab D-dir. 32-ci sualdan bayaq işləmişdik. Özünüz baxarsınız. 33-cü sual asandır. 34. 35-ci suala baxaq. Deyir ki, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan və təcillərinin nisbəti bu şəkildə olan iki cisim eyni zaman müddətini getdiyi yolları tapın. Uşaqlar, yenə deyirəm. Bax, deyir ki, sükunət vəziyyətindən. Deməli, biz bunu burada başlanğıcda qeyd eləməliyik. Deməli, V0 bərabərdir 0. Bərabər təcilli hərəkətə başlayan və təcilli nisbəti budur. A2 bölünsün, A1 bərabərdir 2-də 1-ə. İki cisim eyni zaman müddəti. Bax, görürsünüz, eynidir. Deməli, T1 bərabərdir T2. Zaman eynidir. Getdi, yolların nisbətini soruşur. S1 bölünsün S2-yə. Yolun düsturu nə idi? S bərabərdir V0T. Üzərinə gəlirik. A T kvadrat bölünsün 2-yə. İndi bizdə V0 0-dırsa, deməli, S bərabər olur A T kvadrat bölünsün 2-yə. İndi baxın, deyir, T'lər eynidir. T'lər eynidirsə, zaten bu nisbətdə ixtisar olunasıdır. O zaman yolla təcil düz mütənasib asılıdır. Yəni, S1 bölünsün S2 bərabərdir A1 bölünsün A2-yə. Deməli, bizdən soruşur A2 bölünsün. S1 bölünsün S2, A1 bölünsün A2-yə soruşur. İndi bizdən A2-nin A1-ə nisbətini soruşur. O zaman, daha doğrusu verib. O zaman A1-in A2-yə nisbəti bizə nəyi verir? 2-ni vermirmi? Deməli, S1 bölünsün S2 elə 2-yə bərabərdir. Doğru cavab olur A variantı. 36-cı sualda deyir, düzxətli bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektorları arasındakı bucaq. Uşaqlar, bərabər yavaşlayan hərəkət deyirsə, nə olurdu dedik? Sürət və təcil əks istiqamətli olur. Əks istiqamətli olanda, məsələn, bir koordinat oxu çəkim x-i. Məsələn, V bu istiqamətdədir, A da bu istiqamətdədir. Bizə deyir ki, yavaşlayan hərəkət. İndi V ilə A arasındakı bucaq neçə dərəcə olar? Deməli, açıq bucaq olur, o da olur 180 dərəcə. Doğru cavab olur Y variantı. Daha sonra 38-ci sualda deyir, x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Nöqtələrinə uyğun anlarda cismin malik olduğu təcillərin modullarını tap deyir. Uşaqlar, deyir ki, təcil, biz keçmişik ki, bərabər təcilli hərəkət deyirik. Bərabər təcilli hərəkət deyiriksə, deməli, təcilin qiyməti sabitdir. Yəni, 1-də də, 2-də də, 3-də də
sabit sürətlə, sabit təcillə hərəkət edəcəkdir bu. Deməli, hamısında təcillər bir-birinə bərabərdir. 39-cu sualda yenə təcilləri soruşur, təcilin modullarını soruşur. Modul soruşursa, deməli, təcillər hamısında bərabərdir. Sonra 40-cı sual nədir? 40-cı sual asan sualdır. Özünüz yazarsınız. Təcilin istiqamətini soruşur. 41 nəzəriyyədə özünüz oxuyarsınız. Aha. 42, 43 düsturdur. 45 asandır. 46-ya baxaq. Gəlin 46-ya baxaq. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismin təcilinin proyeksiyasının zamandan asıllıq qrafikini soruşur. Baxın, birinci hissədə, bax, bu hissədə deyim də. Bax, bu hissədə təcil nə olur? Sürət azalır, təcil də azalır, düzdür. Deməli, sürət x ox istiqamətindədir, amma təcil x oxun əksinədir. Deməli, bu yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkət üçün, bax, qrafik bu şəkildə olasıdır. Təcilin zamandan asıllıq. Baxın, sürət x ox istiqamətindədir, amma təcil x oxunun əksinədir. Amma deyirik, təcilin qiyməti sabitdir. Birinci hissədə budur. İkinci hissədə. Gəldik. İkinci, buradan bura kimi bunun istiqaməti dəyişmir. Siz deyin. Bax, buradan bura kimi bunun istiqaməti dəyişmir. Bax, bu bura oldu. İndi gəldik ikinci hissə. İkinci hissə, bax, bu hissədir. Bu hissədə cismin sürəti sabitdir. Cismin sürəti sabitsə, deməli, təcil sıfırdır. Cisim düz xətli, bərabər sürətli hərəkət halındadır. Bax, bu şəkildə, yəni təcil sıfırdır. Daha sonra, baxın, bu istiqamətdə sürət mənfidir, amma təcil artır, yəni müsbət istiqamətdədir. Burada da bu variant olasıdır. Bax, bu cür olasıdır. Belə, bax, bu şəkildə. Təcil, burada da müsbətin sabitini verir. İndi gəlin görək, bu qrafik hansıdır? A variantında hər ikisi mənfidir, bizlik deyil. B variantında birinci müsbətdir, ikinci mənfidir, xeyr, bizlik deyil. Sonra gəldik. C variantına baxırıq. Hər ikisi müsbətdir, xeyr, yanlışdır, bizdə belə deyil. D variantında, baxın, qrafikimiz D, müsbət, mənfi 0. Bax, bu şəkildədir. Bu da zaten bizlik deyil. Deməli, doğru cavab olur. 46-da D variantı. Daha sonra 47-ci sualda deyir. X oxu üzrə sabit A bərabərdir. Mənfi 2 metr bölünsün saniyə kvadrat təcillə hərəkət edir. Koordinatın zamanla asılılığı verilibdir. Bizim başlanğıc sürətimizi hesablayın. Uşaqlar, belə bir düstur var. Bu düsturu yadınızda saxlayın. Koordinatın zamandan asılılığı, bax, bu şəkildə verilirsə, bax, belə. Belə verilirsə, yəni x maksimumla verilirsə, o zaman, bax, bu düsturları yazın, saxlayın. X-ə bərabərdir. Mənfi ax t kvadrat bölünsün 2. Niyə deyirəm bu? Çünki, baxın, başlanğıc sürət 0-dır. Niyə x maksimum deyirəm? Bax, məsələn, bu yavaşlayan hərəkətdir, düzdür? X bərabərdir. X0 üstə gələk. Çıxaq vxt minus axt kvadrat bölünsün 2. Düzdür? Üstə gələk. Yavaşlayan hərəkətdir. İndi baxın, koordinat 0-dır. O zaman burada 0 olur. Bu getdi. Olur x bərabərdir. Mənfi v0t üstə gələk. Axt kvadrat bölünsün 2-yə. Daha doğrusu bu x oxu istiqamətində yavaşlayandır. Bir dəqiqə, mən bunu x oxusunda o zaman düstur bu şəkildə olur. Deməli, bura müsbət olur. Bura mənfi olur. İndi baxın. X maksimumu soruşur, düzdür? X maksimum, bax, bu nöqtədir. Bu nöqtədə cisim burada doğru hərəkət edir. Buradan bura görürsünüz, bax, x oxu istiqamətindədir. Bura kimi. Buradan sonra x oxunun əksinədir. Həmin, bax, bu oxun əksinədir. Deməli, bu buradan bura avtomatik dönüş eləyə bilərmi? Eləyə bilməz. Deməli, bu burada bir müddət dayanır, bir neçə saniyəlik. Sonra yerini dəyişir. Bunun maksimumda sürət 0-a bərabərdir. Ona görə x maksimum yazanda buranı 0 götürürük. Olur x maksimum bərabərdir.
Bunu düzəldək. Bura üstə gələn idi, bura mənfi idi. Olur mənfi ax t kvadrat bölünsün 2. Deməli, buradan yazıram. X maksimum bərabərdir. Mənfi ax t kvadrat bölünsün 2. Bax, bu düsturu yadınıza saxlayın. Bir də bundan əlavə alınan düsturlar var. Onları da hazır şəkildə verim. Deməli, x maksimum bərabərdir. Bu hansı düsturdur? V kvadrat minus V0 kvadrat bölünsün 2a'ya. Burada sürət bir anlığına 0 olduğundan bunu 0 götürürük. O zaman olur mənfi V0 kvadrat bölünsün 2a'ya. Sonra bir də x'in bir düsturu var idi. V minus V0 yox, yavaşlayan hərəkət üçün bu belə deyildi. Yavaşlayan hərəkət üçün belə idi. V0 minus V bölünsün 2 vurulsun T'ye. Burada da yine V 0 olduğuna göre olur. V0 T bölünsün 2'ye. Bak bu şekilde olur. Bu grafikler yadınızda ve bu düsturlar yadınızda saxlayın. İndi bize deyir ki, buranı bir silək. Bir üzü başı açılsın. Bize deyir ki, x ox üzrə təcil verilibdir, mənfi 2'dir. Deyir, başlanğıc sürətini hesablayın. Başlanğıc təcil verilib, başlanğıc sürəti soruşur. Koordinatı verib, koordinat bizdən deyir ki, sürəti hesabla deyir. O zaman yazırıq v-x'ə, v0-x'ə bərabərdir. Mənfi ax vurulsun t. Yavaşlayan hərəkətin düsturudur. Bizdən başlanğıc sürətini soruşur. O zaman v0 bərabərdir. A mənfi 2'dir. T'miz 3'dür. O da elədir. Deməli 6 metr bölünsün saniye. Cavab olur bir variant. Sonra 48'e baxaq. Deyir ki, bizə belə bir tənlik veribdir. Deyir, tənliyə əsasən təcilin qrafiki hansıdır? Biz dedik, koordinatdan baxın, biz dedik ki, təcil sürətin birinci tərtib törəməsidir. Amma təcil koordinatın ikinci tərtib törəməsi. Yəni koordinatdan 2 dəfə törəm alanda bizə sürəti verir. İndi A bərabərdir. Baxın, x0 üstə gələk, v0t minus üstə gələk at kvadrat. Buna getməyək. Buna getsək, gedə bilərik əslində. Amma sizi çaşdırmaq istəmirəm. Ona görə törəməm bunun üçün ən yaxşısıdır. Tənliyimiz verilib 3 minus t üstə gələk t kvadrat. İndi A bərabərdir. Bu ifadədən tənliyi yazsaq. 3 çıxılsın t, üzərinə gəlirik t kvadrat. Bunun törəməsini alsaq. 3 sabitdir, törəməsi 0'dır. Mənfi t'nin törəməsi eləyir 1. Üzərinə gəlirik 2 t'nin törəməsi eləyir, t kvadratın törəməsi eləyir 2t. Deməli olur mənfi 1, üzərinə gəlir 2t. Deməli ax təcilin proyeksiyasının zamandan asılıq grafikini. Təcili tapdıqmı? Deməli təcilimiz olur A bərabərdir. Mənfi 1 üzərinə gələk 2t'yə. Daha doğrusu bundan 2 dəfə törəm alırıq da. Bunun törəməsini aldıq. İndi bir də bunun törəməsini alırıq. 2 dəfə törəm almalıyıq. Yenə bunun törəməsi bərabərdir. Birin törəməsi sabitdir 0. Üstə gəlir 2. Törün törəməsi deyilir 2. Deməli təcilimiz oldu A bərabərdir. Müsbət 2. Deməli müsbət 2'dir. Biz də dedik ki, təcilin zamandan asılılığı əgər təcil ax böyükdür 0'dırsa, bax bu şəkildə bir qrafik olasıdır. İndi baxaq. A variantı 3'dür. Təcilimiz bizim 3 deyil 2'dir. B variantı 1'dir. Bu deyil. C variantı doğru cavabdır. Çünki həm müsbətdir, həm də sabitdir. D variantı deyil. E variantı heç deyil. Sual izahlarınız da bu qədər. Yenə deyirəm, dərsi təkrar bir də qulaq asın. Qrafikləri çalışın, özünüz çəkin. Biraz məsələlərin həllində başınızı işlədin. Çalışın, özünüz həll edə bilərsiniz. Hələlik bu qədər.